analar, bacılar, övladlar öz itkinlərinin xəbərini alarlar, ruhlarını dualar edərlər. Dəfn olunlar, onlar da bir yerdə gələrlər məzarlarını ziyarət eləyərlər. Fəxr eləyirik. Yəni prezidentimizlə, Mehriban xanımla, aidiyyatı orqanların işçilərlə fəxr eləyirik. Onlar bizi bu vaxta qədər tək qoymamışlar. Bu işdə də bizi tək qoymadılar. Onların axtarılmasında bizə DNK analizi götürmüşdülər. Onların o işlərdə səfərbər olub, bütün orqanlar iştirak edib. Bugünkü gündə bizim şəhidin nəşini aşkarlayıblar. Bizə, öz əzizlərinə, qardaşıma, mənə, elimi obama təhvil verdilər. Çox sağ olun. Bütün icra başçısı, minnətdarıq sizə. Bütün işçilər, böyüklər, kiçiklər, hamımızın qabağında baş əyirik. Bütün şəhid analarının qarşısında baş əyirik. Vətən sağ olsun. Bu şablon sözlər deyil. Yəni ürəkdən gələn, içdən gələn. Ona görə ki, biz o oğullarla fəxr edirik. Şəhid qardaşım, yerin cənnətdir. Yerin cənnətdir. Sənin adına dəfn olunan, itkin düşən o ailəyə səbir diləyirəm. İnşallah onlar da taparlar. Sənin bütün mərasimlərində iştirak ediblər. Səni lazımınca dəfn ediblər, ziyarət ediblər. Allah razı olsun. Allah razı olsun onlardan. Bura gələn bütün iştirakçılar çox sağ olun. Qarşınızda baş əyirəm. Mən bilirəm ki, mənim şəhidim hamımızın şəhididir. Hamının oğludur, qardaşıdır, atasıdır, əmisidir, dayısıdır. Çox sağ olun. Minnətdarım ki, bizi sahib, şəhidimi sahib bura gəlmişsiniz. Zakir müəllim, çox sağ olun. Minnətdaram. Allah cəmi ölənlərə rəhmət eləsin. Çox sağ olun Zakir müəllim. Siz şəhərimizdə bütün vətəndaşların qayğısına qalırsınız. Sakinləri, vətəndaşları tək qoymursunuz. Hamının gücünüz çatdığı qədər, əliniz çatdığı qədər hamıya kömək edirsiniz. Heç kim deməsin ki, mənim